baş verən, xüsusən də Amerika Birləşmiş Ştatlarının vurduğu hədəflərə baxanda biz artıq görürük ki, bəli, qeyd etdiyimiz kimi 40 günlük məsələn dönəmdə böyük ölçüdə zərbələr əsasən hərbi infrastrukturlara endirilirdisə, indi hərbi infrastrukturlarda bir o qədər də böyük zərbələr yoxdur, çünki onsuz da bunlar vurulub zamanında böyük ölçüdə. Ona görə mülki obyektlər hədəfə alınır. Logistika daha doğrusu. Və mülki obyektlər də hansı obyektlər belə deyək, hədəfə alınır? Körpülər, magistral yollar, dəmir yolları, limanlar və bu təkcə Hörmüz istiqamətində baş vermir. Bu İranın müxtəlif istiqamətlərində, Çindən gələn yolda da eyni şey baş verir. Hindistandan gələn yollarda da eyni şey baş verir. Rusiya, Qazaxstan tərəfdən gələn yollarda da eyni şey baş verir. Başqa sözlə, indiki əməliyyatların belə deyək, məqsədi və altında duran ana hədəf İranı Hörmüzə möhtac buraxmaqdan ibarətdir. Yəni, başqa sözlə, digər istiqamətlərdə İran bloklanır və məcbur edilir ki, Hörmüzü özü açsın. Və Hörmüzün açılması bugün Amerika Birləşmiş Ştatları üçün prioritet olduğu üçün digər istiqamətlərdə biz İranın çevrələnməsinə şahidlik edirik. Bu nə vaxta qədər davam eləyəcək? Təbii ki, biz Trumpın dedikləri ilə məsələyə münasibət bildirə bilmirik. Çünki Trump o 12 günlük müharibə İsrailin başlatdığı əməliyyatlarda son gün prosesə qoşulanda da artıq hər şeyin bitdiyini dedi. 40 günlük müharibədə də hər gün demək olar ki, İran artıq dağıldı, İran artıq müqavimət gücü yoxdur deyə bəyanatlarla çıxış eləyib. İndi də oxşar bəyanatlar verilir. Trumpı da bir tərəfdən başa düşmək olur. Yəni, seçki ilidir, daxili auditoriyanın təzyiqi var və s. və ilaxır. Bu da hansısa formada belə deyək, artıq proseslərin yekunlaşmaq üzrə olduğu təəssüratını yaratmalıdır ABŞ seçicisinin. Amma prinsip etibarilə görünən mənzərə ondan ibarətdir ki, İranın belə deyək, zərbələrin intensivliyi azalıb-mı azalıb. Amma İran əlində olan imkanlardan maksimum faydalı şəkildə istifadə edir. Yəni, bu nə İran İsrail niyə vurmur? Prinsipcə məqsəd Amerika Birləşmiş Ştatlarının regiondakı maraqlarını zərbə altına qoymaqdırsa, onda sən ilk növbədə İsraili hədəfə alan əməliyyatlar keçirməlisən. Ya da İsraildən artıq ona belə deyək də... İsraili hədəfə alan əməliyyatlar ona görə keçirtmir ki, faktiki olaraq birincisi özünə ikinci zərfə açmış olacaq. Yəni, indi Amerika Birləşmiş Ştatları ilə vuruşursa, İsraildən gələn belə deyək, hücumlara da bu və digər şəkildə dəf etmək məcburiyyətində qalacaq. İkinci məsələ ondan ibarətdir ki, İsrail cavab verə bilən tərəfdir. Körfəz ölkələri böyük ölçüdə cavab vermirlər. Ya cavab verərsə, bu da var. Artıq onlar da qoşularsa nə olar? O məsələ var və üçüncüsü verilən mesaj baxımından əhəmiyyətlidir. İranın vermək istədiyi mesaj ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarının çətiri altında ay Körfəz ölkələri, ay Ərəb ölkələri, siz təhlükəsiz deyilsiniz. Və o hərbi bazaların oradan çıxarılması haqqında qərar verir. Bu mesajın İsrailə verməyin mənası yoxdur. O baxımdan İsrail, belə deyək, hədəfə alınmır indiki mərhələdə və sən İsrailə bir 20 raket atanda, onun bir 15-16-sı zərərsizləşdirəndə 3-4-ü hədəfə dəyir. Amma Körfəz istiqamətində vurmaq daha rahatdır. Nə vursan hədəfdədir. %90. O baxımdan demək istədiyim odur ki, İran da əlində olan belə deyək, imkanlardan səmərəli istifadə edir. Yəni, intensivliyi azaldıb, amma dəqiq zərbələrlə uzun müddətli resurslardan istifadəni özü üçün planlaşdırıb.